Qoç, digərlərinə, xüsusilə qarşı cinsdən olanlara həssaslığınız, gözəllik və romantizm duyğunuz artacaq. İndi başladığınız əlaqələr fövqəladə və xüsusilə romantik görünə bilər. Həqiqətən, həqiqət duyğusunu qorumağı unutmayın. Yaradıcılığınız artıq inkişaf edir. Buğa, bu gerçək şəfqəti kəşf etmək üçün mükəmməl bir fürsətdir. Hamımızın qəbul etdiyimizdən də daha çox ortaq istiqamətimiz var. İndi içdən gələn sədaqənin nə qədər işıqlandırıcı, hətta həyəcan verici olduğunu öyrənə bilərsiniz. Verərək daha yaxşı bir insan halına gəlməyi öyrənin. Əkizlər, artıq idealist və özünüzdən əminsiniz. Yeni fəlsəfələri araşdırmaqdan çəkinməyin. Kainatla artan bağlarınız, kompleks mövzuları asanca anlamanıza kömək olar. Maddi və intellektual sahələrdə nəticəsi qəti olmayan işlərə girmə istəyiniz inanılmaz qazançlar gətirə bilər. Xərçəng, ideallarınızı əldə edin. Hədəflərinizə çatmaq üçün sağlam fikrinizdən və idealizminizdən istifadə edin. Bu uzun vədəli planları reallaşdırmaq üçün nələrdən imtina etmək lazım olduğunu bilirsiniz. Realist olduğunuz üçün indi ruhi işləri boyuna götürmək üçün yaxşı bir zamandır. Həyatınızda dinin praktiki istifadələrini görə bilərsiniz. Şir, dünyaya baxışınız genişləyir. Artıq inancınızın özünüzün və başqalarının ehtiyaclarını qarşılaması lazım olduğunu hiss edirsiniz. Metafizik və digər mürəccət sistemlərlə maraqlanırsınız. Daha da əhəmiyyətlisi, öyrəndiklərinizi də həyatınıza daxil etmək üçün əlinizdən gələni edirsiniz. Qız, bu təsir ümumiyyətlə insanın 55 yaşlarında meydana gəlir. Artıq özünüzü bütünün parçası olaraq görürsünüz. Başqalarına qarşı daha simpatiksiniz və onların rifahı üçün özünüzü məsul hiss edirsiniz. Artan ruhi fərqindəliyiniz vasitəsilə insanlara kömək olmaq üçün yollar tapın. Tərəzi, gizli psixoloji səbəbləri araşdıraraq anlayışınızı inkişaf etdirin, şuurunuzu genişlədin, kainatla daha uyğun olun. İç mənliyinizi və yüksək zəka tələb edən anlayışları anlamaq qabiliyyətiniz artıq daha itidir. Bunu praktikaya tətbiq edin. Əqrəb, artıq daha da fədakar olmağa doğru bir meyliniz var. Başqaları ilə maraqlanmaq yaxşı olsa da, fərdi ehtiyaclarınıza laqeyd yanaşmadığınızdan əmin olun. Başqalarına kömək etmək üçün bir fürsət varsa, çox böyük fədakarlıq etməmək şərti ilə bu fürsətdən faydalanın. Sizin xeyriyyəçiliyiniz yaxşı qarşılanacaq. Oxatan, egonuzun qərarlarınızda necə bir rol oynadığını sorğulayın. Mövcud şərtlər sizi yenə də nəyəsə məcbur edə bilər. Uzun vədəli razılaşmalar etməkdən və ya imzalamaqdan qaçının. Bu güvən əksikliyi üzündən layiq olduğunuzdan daha az şey istəyə bilərsiniz. Özünüzü axışa buraxın. Bu təsir keçənə qədər əhəmiyyətli qərarlarınızı ağlınızda tutun. Praktikaya tətbiq etməyin. Oğlaq, əhvalsız hiss etsəniz belə, həyatda hər şeyə baxmayaraq bacarmaq üçün bir səy nümayiş etdirin. Sağlamlığınızı qoruyun və hiyləgər tətbiqlərdən vaz keçin. Kainatdakı yerinizin fərqinə varın. Yeni və ya qəribə fəlsəfələrdən qaçının. Özünüzə olan etibarı artırın. Özünüzü sorğulamayın. Dolça, duyğularınız artıq qarışıqlığa tabedir. Siz təlqinə uyğunsunuz. Mənfi insanlar ya da şərtlərdən qaçının. Duyğularınız səhv anlamağa səbəb olacağından ünsiyyət zamanı onları dəqiq bir şəkildə köçürdüyünüzdən əmin olun. Duyğularınızda israr etməkdən və hər şeydən əvvəl əşyalara asılılıqdan qaçının. Balıqlar, sizin ünsiyyət və ağıl icra etmə qabiliyyətiniz indi geri təpə bilər. Bu təsir keçənə qədər əhəmiyyətli qərarlarınızı xüsusilə iş mövzusunda təxirə salın. Tək bir düşüncəyə asılı olmamağı önləyin və fokuslanmaq üçün əlinizdən gələni edin. Hər şeydən əvvəl dürüst olun.